Bəzən həyat insanın qarşısına gözlənilməz çətinliklər çıxarır, amma elə insanlar var ki, həmin çətinliklərin içindən də işığı görməyi bacarırlar. Onlardan biri də 15 yaşından bu çətinliklərlə mübarizə aparan, amma yenə də arzularından dönməyən gənc rəssam Ceyhun bəydir. Oturaq həyata məcbur qalandan sonra o həyatdan küsmədi. Əksinə fırçanı əlində silaha çevirdi. 22 yaşında yenidən təhsil yolunu seçərək Əzim Əzimzadə adına rəssamlıq kollecinə qəbul oldu. O təkcə öyrənməklə kifayətlənmədi. Tələbələr yetişdirməyə də başladı. Ən birinci işim olduğu üçün biraz həyəcanlanırdım. Əslində o rəssamlığın sirləri var da. Onları bilmirdim necəyim, yəni biraz içimdə qorxu var idi. Sonra müəllim mənə başa saldıqca, işlədikcə gördüm ki, motivasiyam oldu da, irəli getmək olur. Bütün fikrimi rəsmə yönəldirəm. Yəni orada həm istərim də var, duyğularım da var. Yəni qarışıq bir mərhələ olur. Mənim üçün ümid işığı, ümumiyyətlə mən ümid işığı deyirikdə, yəni orada irəlilik görürəm. Necə ki, sifətə burada, işıq burada, qırmızı işıq olanda dayanırlar insanlar, və yaxud da avtobus, maşınlar. Yaşlı işıq olanda hərəkət edir. Mən də ümid işığını yaşlı rəngdə görürəm. Özümü daim irəlidə görmək istəyirəm. İnsanda birinci iş növbədə insan özünə hörmət etməlidir. Əgər insan özünə ən birinci hörmət edirsən, qarşısındakı insanlara hörmət edə bilər. Həmçinin özündə inam, iradə olar qabağa getmək üçün. Ona görə də özündə inam mühüm rol var. Onun çəkdiyi hər tablo Əzmin tarixçəsidir. Tələbələrinə də yalnız rəsm texnikalarını deyil, həm də mübarizə ruhunu öyrədir. Mən tələbələrlə özüm etdiyim əməlləri mən heç vaxt onu dilimə gətirmirəm. Zaten mənim yanıma gələn tələbələr də